Bugün burada Referans Medikal Qrupun təşkilatçılığı ilə 17 iyun Tibb İşçilərinin Peşə Bayramı günü və Referans Medikal Qrupun 10 illiyinə həsr olunmuş tədbir keçirilir. Tədbirdə Referans Medikal Qrup daxilində fəaliyyət göstərən tibb müəssisələrinin həkimləri, əməkdaşlarımız, tibb işçiləri və eyni zamanda tərəfdaşlarımız iştirak edirlər. Bu görüş Peşə Bayramının qeyd olunmasından yanaşı Referans Medikal Qrupun 10 il ərzində keçdiyi inkişaf yoluna nəzər salmaq və əməkdaşların bir araya komanda şəklində toplaşması məqsədini daşıyır. Referans ailəsi bu əlamətdar günü birgə qeyd edir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizdə səhiyyə sahəsinin inkişafına göstərdikləri diqqət və qayğıdan bəhs edən video çarx nümayiş olunub. Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxt insanlardır. Tədbiri giriş nitqi ilə açan Referans Medikal Qrup Müşahidə Şurasının sədri Hansiyar Babayev iştirakçıları 17 iyun Tibb İşçilərinin Peşə Bayramı günü və Referansın 10 illik yubileyi münasibəti ilə təbrik edib. Çıxışı zamanı tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolundan, insan sağlamlığının qorunması istiqamətində göstərdikləri fədakar xidmətlərdən, həmçinin Referansın ötən 10 il ərzində keçdiyi inkişaf yolundan və gələcək hədəflərindən bəhs edib. Bu bayram münasibətilə hər birinizi, həkimlərimizi, tibb bacılarımızı, bizim laboratoriya mütəxəssislərimizi, bizim radiologiya mütəxəssislərimizi, bizim təcili tibbi yardım briqadalarımızı, bizim qeydiyyat, inzibati, texniki əməkdaşlarımızın hər birini, bir sözlə böyük referans ailəsinin hər birini ürəkdən təbrik edirəm. Hər dəqiq laboratoriya nəticəsi, hər düzgün diaqnoz, hər uğurlu əməliyyatın arxasında məhz sizlərin böyük əməyi, təcrübəsi, zəhməti durur. Tədbirin rəsmi hissəsində Referansın son bir il ərzində həyata keçirdiyi layihələr, əldə etdiyi nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlarla bağlı təqdimatlar nümayiş olunub. İştirakçılar eyni zamanda Referansın 10 illik fəaliyyət yolunu, inkişaf mərhələlərini və əldə olunan nailiyyətləri əks etdirən video çarxı izləyiblər. Proqram çərçivəsində yeni xidmət istiqamətləri, tibbi innovasiyalar və perspektiv layihələr barədə məlumat verilib, tərəfdaş qurumların təqdimatları keçirilib. Tədbirin əsas məqamlarından biri təltif etmə mərasimi olub. Referansın inkişafında xüsusi rolu və əməyi olan həkimlər və əməkdaşlar uzunmüddətli səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar. Daha sonra tədbir bədii proqramla davam edib. Referans Medikal Qrup daxilində fəaliyyət göstərən tibb müəssisələrinin əməkdaşlarını bir araya gətirən tədbir, tibb işçilərinin Peşə Bayramının və Referansın 10 illik yubileyinin qeyd olunduğu korporativ dəyərlərin, peşəkar həmrəyliyin və kollektiv ruhunun nümayiş etdirildiyi əlamətdar gün kimi yadda qalıb. Odam şimdi sensiz, soğuk ve karanlık, yıldızlar sanki sönmüş, ay bize küsmüş.